Deməli, əziz qonaqlarımız, Allah şahidlərimiz, hoş gəlmişsiniz. Bu günlər bizim bu günləri Polisiya Dəstək İctimai Birliyinin insan alverə cinayətlərinin təhlili ilə əlaqədar bir malanı bir layihənin müzakirəsi, marifətli bir tədbirdir. Və bu günlər bizim qonağımız layihənin rəhbəri, hörmətli Şəmsəddin Əliyevdir. Və eyni zamanda Ali Məliyə yəqin tanışsınız. Yəqin Ali Məliyə televiziyada çox görmüşsünüz. Yəqin ki, onun haqqında mənə elə bir izadə ehtiyac yoxdur. Aydın Kərim. Tədbir yapan Şəmsəddin sözü, buyur sözünüzü təqdim edilir. Proqramımızı ayırır. Salamlayırıq hər birinizi, çox sağ olun. Dəyərli vaxtınızı ayırıb tədbirə qatılmışsınız. Bizim üçün çox xoşdur sizlə bir yerdə olmaq. Şəhər, rayon arasında fərq həmişə var. Təbii ki, biz də sizinlə bir yerdə, bir saat ərzində olmaq üçün qürur duyuruq. İnşallah bu məmnunluğu da hiss edəcəyik. Bu il Konstitusiya və Suverenlik ilidir. Yəqin hamınız bunu bilirsiniz. Bu da sıradan bir il deyil. Ölkə Prezidenti ötən il dekabr 28-ni sərəncam imzaladı. Bu il Konstitusiyamızın 30 illik qeyd olunur və qələbəmizin də zəfər günümüzün 5 illiyi. Amma suverenlik günü də nə vaxtdır? Sentyabrın 20'si. Və xatırlıyorsunuz 23-cü ilin 19 sentyabrında lokal antiterror əməliyyatı nəticəsində də biz Azərbaycanın suverenliyi tam bərpa olundu. Və bu məqsədlə mən çox istərdim ki, bu döyüşdə Azərbaycanın suverenliyi uğrunda həlak olanı bir dəqiqə bir sükutla yad edək. Allah rahmet eylesin. Çok gurur verici il, vaxt, zaman yaşıyoruz. Bak, insan alverə cinayətləri də, yani onun hamımızın anlamına hoptuğu bir tərifini versək, insanın əmta kimi, əşya kimi alınıb satılması. O demek, insan alınır. Yani belə baxanda insanın əşya kimi, mal kimi, əmtəy kimi alınıb satılması ağla sığmır. Amma nə edək ki, bu günləri dünyanı bu çox mürəkkəb tərkibli cinayətlər qarşısını almaq çox çətindir. Dünya ictimaiyyəti, BMT-nin üzvü olan ölkələr hər biri çalışırlar ki, koordinasyon qaydada birləşsinlər, bu cinayətlərin qarşısını alsınlar. Mümkün deyil. 50 milyondan çox il ərzində bu cinayətlərin qurbanları, yəni zərrə çəkənləri, bu cinayətdən əziyyət çəkənləri olur. 50 milyondan çox. Hələ bu Birləşmiş Millətlər Təşkilatının ekspertləri deyirlər ki, bu tam statistik rəqəm deyil. Çünki elə dövlətlər var ki, bu sahədə Birləşmiş Millətlər Təşkilatının normalarına qoşulmuyor. Və yaxud da qoşulursa da, bu normalların tələbi sahəsində öz fəaliyyətlərini həyata keçirtmirlər. Səhlənkarlıq var, səthi yanaşma var, dekorativ yanaşma var və ona görə müəyyən mənada bu qurbanların sayı dəqiq deyil. Amma deyim ki, insan alverə ilə bağlı cinayətlərdən yaranan, əldə edilən kriminal biznesin məbləği də elə bəzən milyonlarla dollar. Və bu iri məbləğlər deyirlər ki, qanunsuz silah alverindən, narkotik vasitələrin qanunsuz dövrəsindən sonra 3-cü yerdə yanır. Yəni doğrudan da baxın, bu qədər bizneslə məşğul olan bir mütəşəkkil dəstə və çox sadə bir üsulla
bu cinayətlərlə məşğul olurlar və bunların zərərsizləşdirilməsi, ifşa olunması, qarşısının alınması da hüquq mühafizə orqanlar üçün çox çətin olur. Niyə çətin olur? Sual verə bilərsiniz. Çünki qurban, məsələn, Azərbaycandandır, təşkilatçılar biri Belarusiyadadır, biri Kanadadadır. Və bunların şəxsiyyəti ilə bağlı məlumat əldə etmək, onların ifşası ilə bağlı hər hansı bir addım atmaq zaman, vaxt tələb edir. Yəni, mən bunları sizə bu şəkildə anladıram ki, biləsiniz, bu cinayətin çətinliyi və spesifik cəhətlərə malik olması nə dərəcədə ağır. Amma deyim ki, Azərbaycan dövlətinin bu sahədə mübarizə konsepsiyası var, milli fəaliyyət planı var bu sahədə Azərbaycan dövlətinin. İlk planımız 19-24-cü illəri əhatə elədi. İlk cəndəki ondan qabağa da vardı. Amma indi yeni bir milli fəaliyyət planı, artıq onun layihəsi də hazırdır. Yəqin ölkə prezidenti bu günlərdə onu təsdiqləyəcək. Bu proqramın da mahiyyəti və məqsədi nədən ibarətdir? Bu proqramda demək olar ki, Nazirlər Kabinetinin tərkibinə olan hər bir dövlət qurumu, mərkəzi icra hakimiyyəti orqanları, nazirlər, nazirliklər, komitələr, agentliklər, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti, hər birinin burada payı var. Yəni, hansı qurum nə iş görməlidir? Mədəniyyət Nazirliyi burada üzərinə düşən vəzifəsi nədən ibarətdir? Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İdman və Gənclər Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yəni hər bir dövlət qurumuna ölkə prezidentinin bilavasitə tapşırığı əsasında hərənin üzərinə düşən vəzifələr var və müəyyən dövr ərzində bunlar hesabat verirlər. Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyi də öz növbəsində Milli Məclisdə hesabat verir. Milli Məclisdə hesabat verir. Bax, nə üçün bu dərəcədə önəm verilir? İnsan alverinə qarşı mübarizə, prioritet məsələ kimi. Çox ciddi məsələdir. Nə üçün? Bax, indi konstitusiya ili olduğuna görə mən xatırladıram. Bizim konstitusiyamızın 12-ci maddəsində Azərbaycan dövlətinin ali məqsədi etibar edilir. Dövlətin ali məqsədi bir cümlədən ibarətdir. İnsan hüquq və azadlıqlarının və öz vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək dövlətin ali məqsədidir. Yoxdur da. O maddənin əlavəsi yoxdur. Təbii, bütün ölkələrin konstitusiyalarında insan hüquq və azadlıqları prioritet, yəni üstün dəyərlər sırasındadır. İnsanların hüquqları, azadlıqları, onları təmin etmək, qorumaq, mühafizə etmək, dövlət özünün ali məqsədi kimi qəbul edir. İnsan hüquq və azadlıqları olmadan vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək də ağla sığmır. Mənim hüququm, azadlığım yoxsa, bu layiqli həyat səviyyəsi kimə lazımdır? Görürsünüz, nə dərəcədə, çox həssas bir məsələdir bu. Və ona görə insan alveri də bir növ o zərər çəkənin, qurbanın bütün hüquq və azadlıqları məhdudlaşır. Sadəcə basit başa salmam mən. O adamın, tələ düşən adamın düşdüyü yerdə harasa zəng vurmaq imkanı olmur. Bloklanır, məhdudlaşır. Kiməsə dərdini demək qapanır. Qapalı bir dövrədir. Və müəyyən müddətdən sonra onun iradəsinin də möhkəmliyi onun təslim olmağının qarşısını ala bilmir. O qurbanın. Və məcbur olur, bütün deyilən şərtlərdə razılaşsın. Beləcə təslim olur. Və təbii ki, bunlara doğuran səbəblər var, şərait var. Nədən yaranır? İnsan alveri cinayətləri. Sadəcə məlumatlı olmaq. Mən düşünürəm ki, çoxdur səbəblər. Amma insanın məlumatlı olması, yalan vədlərə inanmaması, dələduzluğa getməmək, o dələduzluq qabiliyyətinə, məharətinə malik olan insanlar
Bəzən elə o qurbanın öz çevrəsində də olur. Yaxınları, doğmaları, deyirlər ki, məsələn, təklif getmək lazım. Əladır, orada oxuyacaqsan, orada belə sən qalmağa yerin olacaq orada və yaxud da işləmək üçün yüksək əmək haqqı vəd verirlər. Bu da evdəkilərlə hallaşıb gedir və sonra tamamilə başqa bir mənzərənin şahidi olur. Geriyə yol olur. Yəni, müddətdən sonra təbii ki, bizim cinayət məcəllərimizin 144-1-ci maddəsində də insan ağırlığının dispozisiyası, yəni mənası belədir. İstismar etmək məqsədi ilə, dələduzluq yolu ilə zor tətbiq etmək və zor tətbiq etmək hədəfi ilə insanları, yəni qurbanları əldə etmək, saxlama, daşıma və təhvil vermək. Yəni, bu bütün məqsədlərin önündə istismar dayanır. Muzda əmək, istismar olunma bilər. Daxili orqanların çıxarılması, satılması, yeniyetmələr, gənclər, uşaqlar daha çox bu sahəyə yarayırlar. Ağıl insanlar varsa bunları fermalarda işlədirlər, səhərdən axşama kimi sutka ərzində tikiş maşınlarının qarşısında olurlar. Patogen, yəni zəhərli istehsalatla çalışırlar. Yəni əmək haqqı ödəlirmir və yaxud da düşünürlər ki, belə də şərt kəsirlər ki, səni qalmağa yerin bu, yeməyəndə verəcək, əmək haqqı olmayacaq. Və təbii ki, digər istismar sahələrində istifadə olunurlar. Və bu təbii ki, bizim milli mənəvi dəyərlərimizə tamamilə zidd olan haldır. Ona görə bizim Respublikanın Daxili İşlər Nazirliyi deyək ki, bizim təkrar müstəqilliyimiz 91-ci ildə bərpa olundu. Belədir, 1991-ci ildə təkrar müstəqilliyimiz qəbul olundu. Bu keçid dövründə müəyyən mənada dövlətin məmurlarının başqa sahələrin islahatlarla bağlı baş çox qarışıq olur. Keçid mərhələsi ümumiyyətlə çətindir. Və bir andan, bir müddətdən sonra ayıldı ki, artıq bizim vətəndaşlarımızın səsi xarici ölkələrdən gəlir. Bu təxminən 2000-ci illərdə, 19-2000-ci illərdə və biz 2005-ci ildə artıq insan alıvermə haqqında Azərbaycan Respublikasının qanunu qəbul olundu. 2005-ci ildə. Bu qanun büyündə qüvvədədir və sonra biz cinayət məcəlləmizə 144-cü bir maddəni əlavə etdik. Orada insan alıvermə bağlı digər maddələr də var. Muzda əmək var, əxlaqsız yuvaları saxlama var, fahişəliyə cəlb etmə var, digər maddələr də orada var. Yəni, ictimai mənəviyyat əleyhinə olan cinayətlər də bir növ tam, hamısı yox, müəyyən mənada insan alverini doğuran faktorlardandır. Ona görə müəyyən mənada Azərbaycan dövləti qeyri-hökumət təşkilatların dövlət dəstəyi agentliyinə tapşırıq verilib və onların maliyyə dəstəyi ilə kifayət qədər iş görülür. Daha çox vətəndaş cəmiyyətinin vəzifəsi vətəndaşları insan alveri cinayətlərlə bağlı təşkilatı ilə məlumatlandırmaq. Ki, bu cinayətdən uzaq olmaq üçün biraz məlumat əldə etmək. Burada məişət zorakılığı var, bu cinayəti doğuran səbəblər sırasında. Burada gender bərabərliyi daxil olur. Burada erkən nikahlar ola bilər, var, təsir edən faktorlardandır. Yəni, bütün bu fonda, bu zəmində təbii ki, dövlətin tabeliyində olan Mərkəzi İcra Hakimiyyəti orqanları bunların qarşısını almaq üçün, hətta qurbanların yenidən cəmiyyətə təkrar qayıtması üçün müəyyən mənada ölkəmizdə bir sıra reabilitasiya mərkəzləri və sığınacaqlar var. Hətta uşaqlar üçün də sığınacaqlar var ki, müəyyən müddət ərzində uşaqlar həm sığınacaqlarda saxlanılır ki, valideynlər də ailədə qalsa bu uşaqların başqa ələ düşməsi ehtimalı güclü olduğundan dövlət öz himayəsinə götürür. Biz də Bakıda bir neçə bu şəkildə
mərkəzlər var, sığınacaqlar var. 3 sığınacaq var. Gəncədə var, Sumqayıtda var. Yəni bütövlükdən məqsəd ondan ibarətdir ki, qurbanların da o düşdüyü şəraitdən sonra onların adaptasiya, cəmiyyətə adaptasiya olunması üçün onların psixoloji durumunu və sağlamlığını tam bərpa etdikdən sonra cəmiyyətə reinteqrasiya olunurlar, ailəsinə qayıdırlar. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də sığınacaqlar var. Onların tam qurbanların hər tərəfli maliyyə dəstək verilir. Onların hüquqları müdafiəsi ilə bağlı pulsuz müdafiəçilərlə təmin olunan vəkillərdə xüsusi vəkillər var. Daxili İşlər Nazirliyində İnsan Alverine Qarşı Mübarizə Baş İdarəsində vəkillər fəaliyyət göstərir, onlardan dövlət müqavilə bağlayıb və təbii ki, pulları da dövlət tərəfindən ödənilir. Onların həm məhkəmə müdafiəsi, həm onların əgər işdən çıxardırlarsa işə bərpası və digər hüquqlarının müdafiəsi ilə bağlı çox böyük işlər görülür. Açığı deyim ki, vətəndaş cəmiyyətinin bu sahədə gördüyü işlər qürur vericidir və mən deyərdim ki, bütövlükdə Respublikanın əhalisi tərəfindən məmnunluqla qarşılanır. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyi bundan bağlı çox böyük layihələr həyata keçirir və doğrudan da bu maarifləndirmə həm profilaktik əhəmiyyət kəsb edir, həm də kifayət qədər bu cinayətlərin qarşısının alınması ilə bağlı müəyyən bariyerlər qanun baxımından atılır. Məlumat üçün deyim ki, Respublikada İnsan Alverine Qarşı Mübarizə İdarəsi ilk yarandığı gündən 120, ondan sonra 140 cinayətlər rəsmi qeydiyyata alındı. Ötən il, şimdi 24-cü il isə cəmi 161 cinayət rəsmi qeydiyyata alındı. Məlumat üçün deyim ki, qurbanların 90% hamısı qadınlardır. Qadın və qızlar təşkil edir. 90%. 161 cinayətin 90%-nin qurbanı, yəni zərər çəkənləri qadınlar və qızlardır. Uşaqlar çox az təşkil edirlər bu sırada, siyahı azdır, yeniyetmələr çoxdur, gənclər çoxdur bu sırada. Gənclər də daha çox oxumaq, xaricdə təhsil almaq və yüksək əmək haqqı işlə təmin olunan məqsəd ilə ölkəni tərk edənlərdir. Biraz diqqətli olun. Sizə nə təklif edirlərsə, dərhal belə havalanıb razılığınızı verməyin. İndi şükür Allah kifayət qədər böyük texnik imkanlar var. Axtarışa vurursunuz, hər şey aydın sizə məlumat verilir. Yüz ölçün, bir biçin, valideynlərinizlə, müəllimlərinizlə, polislə əlaqə saxlayın. Rahat məlumat alandan sonra əminlik olsun sizdə ki, doğrudan da bu ölkəyə oxumağa getmək olar və yaxud da burada işləməyə mümkün olacaq. Bunun üçün dil bilikləri lazımdır xarici olmaq üçün. Əgər dil bilikləriniz yoxsa, harası getməyə mənası yoxdur. Və yaxud da inanmadığınız insanlar sizə vəd verirlərsə, onu da biraz qulağı ardına vurmaq lazımdır. Amma bilirsiniz, bizim ataların bir məsələ vardır. Gəzməyə, qərib ölkə, ölməyə vətən yaxşı. Nə qədər də o xarici ölkələrdə əmək haqqı yüksək olsa, vətən vətəndir. Burada ətrafınızın yanında, valideynlərin yanında olmaq daha xoşdur, daha şirindir. Nizami necə deyir? Özgə süfrənin şiri olmadansa, öz süfrəmin pişi olmadan yaxşı olur. Bu baxımdan düşünürəm ki, dövlətin də öz vətəndaşlarına olan münasibətinin fərqində olmaq lazımdır. Dövlətin məqsədi bəlli. Vətəndaş da bilməlidir ki, mən dövlətə mənsubam. Və təbii ki, dövlət ki, nəsə biz də etməliyik. Ona görə vətəndaş da üzərinə düşən vəzifələrin icrasının dərk eləməlidir. Mənim vəzifəm nədən ibarətdir? Konstitusiyon vəzifələr hansılardır?
vətəni müdafiə etmək, vətənə sədaqət imaş etdirmək, dövlət rəmzlərini hörmət etmək, düzdür, ətraf mühiti qorumaq. İndi siz lisey tələbələrinin, orta məktəb şagirdlərinin vəzifəsi nədən ibarətdir? İntizamlı, nizamlı olmaq və dərs oxumaq. Yəni, sizin gələcəyiniz yalnız bu kriteriyalardan asılıdır. Nizam intizam olmazsa, təbii ki, gələcəyin rəhni də olmalı heç. Mümkün deyil. Çingiz Xan demişdi ki, sual vermişdi ki, necə oldu sən güclü ordu yarattın? Deyir ki, güclü dövlətin güclü ordusu olmalıdır. Bəs bunlara necə nail oldunuz? Deyir, nizam və intizamla. Nizam, intizam olmayan yerdə hansı səmərdən söhbət gedə bilər ki? Fərqi yoxdur. İşçi, məmur, şagird, tələbə, əgər dərsə gecikərsə, müəllimlərin dediklərinə qulağı ardına vurarsa, şeirişi mövqedə dayanarsa bəzi məsələlərdə, bu da vətəndaşlığı vəzifələrini pozan faktorlardır. Ona görə düşünürəm ki, nə qədər biz nizam-intizamlı, dövlətə sarı düzlənsək, o səmtə və konstitusiyon vəzifələrinin öhdəsindən gəlsək, necə ki biz 44 gündə bunun öhdəsindən gəldik, burada həm də bizim milli mənəvi dəyərlərimizin təcəllası var. Bu 44 gündə vətən anadır, ana namusdur deyə bu şəkildə biz 44 gündə öz ərazi bütövlüyünü bərpa edə bildik. Başqa ki, mümkün deyil. Təbii ki, Ali Baş Komandanın da çox prinsipal diplomatiyası və xarici siyasəti bizi bu baş aşağılıqdan qurtara bildi. Ona görə, baxın, mən çox danışmıram, ətrafımda Aydın müəllim var, Kəmalə xanım var, bizim hörmətli polis qardaşlarımız gəlir. Vaxtınızda bilirik, məhduddur, rəyanda iş yoxdur. Ona görə, baxın, mən belə qısaca bitirdim öz, belə deyim, nitqimi. Sualınız varsa buyurun. Aydın müəllim, sonra yəqin suallar verirsiniz. Peki, əvvəl cənab polislər danışsınlar. Polislər, siz danışın, yoxsa çıxış edin. Polislər hələ cavandılar, Aydın müəllim. Polis haqqını təzə bitiriblər. Mən elə bilirəm ki, ehtiyat olsa danışarlar, mənə görək. Həm nə deyək, həm də eyni zamanda bu işlər birbaşa polisin də işidir və sonra onlar öz statistika əlbir olan bir işlərdir aslında. Ondan bağlı statistika verəcəklər, mətbuatda gedəcək, onun olmağı, yəni onların işinə kömək, onların da orada yaxşı olur. Deməli, belə, Şəmsəd müəllim bu gözəl ətraflı danışandan sonra mən istəyirəm biraz başqa cür söhbət edək. Yəni, burada mən çox sevinirəm ki, bu məclisdə eyni zamanda həm qadınlar var, həm kişilər var. Eyni zamanda həm ağsaqqallar var, həm lap cavan uşaqlar var. Və bu mənada bizim söhbətimiz burada daha, nətər deyim, canlı alına bilər, daha maraqlı alına bilər və daha faydalı ola bilər. Bu baxımdan istəyirəm ki, elə belə söhbətlərimiz həm də bir balaca diyalog kimi olaraq. Bax, birinci ondan başlayıram ki, biz nə danışırıqsa onu gerək başa düşürük. Biz nə danışırıq, nə deyirlər. Burada indi Şəmsəd müəllim dedi. Deyir, insan alveri. Nə deməkdir? Bu da gerək beyində bir asosiasiya verir ki, insan alveri deyəndə, yəni nə? Məsələn, nə proses? Və niyə alveri? Ticarəti yox. Ticarət başqa şey, alveri başqa şeydir. Qurban. Niyə qurban? Bu cinayətin, deməli, o nətər, obyekti gəlir, olur qurban. Adına qurban deyirik. O birində deyirik potensial qurban. Bu sözlərin hamısının mənasını bilməsək, biz heç vaxtı bu danışığımız bir dildə olmayacaq. Biz ayrı-ayrı dillərdə danışmış olacaq. İndi o mənada mən istəyirəm bir uzaqdan gələm. Baxın, dünya qloballaşır. Yəni, bilirsiniz, qloballaşmaq nə deməkdir? Yəni, mən xüsusən uşaqlardan soruşuram. Yəni, dünya qloballaşır. Yəni, o deməkdir ki, yəni, dünya bütün bu yer kürəsi bir balaca bir globus qədər olduğu səviyyə gəlib çatır. Yəni, o qədər sürət artır ki, məkan sürət zamanı yeyir. İmkanlar genişlənir, insanların bir yerdən başqa yerə getmək imkanları artır və beləliklə onların imkan məkan da yeyir. Bugün məkan Azərbaycan çərçivəsi deyil, məkan bütün yer kürəsidir. İstəyən vaxtı Avstraliyada gedirlər, istəyən vaxtı Amerikada gedirlər və beləliklə bu məkan özü də, məkan anlayışı itməyə başlayır cəmiyyətdə. Və həyat belə qarışır. İnformasiya texnologiyaları həyatı
həyata baxışı, həyat tərzini, mənəviyyatı dəyişir. Bugün artıq insanlar özləri kim ola bilmirlər. Bugün valideynlər uşağını tərbiyə eləmirlər. Bugün uşağını əlindəki telefonu tərbiyə edir. Mənim 2 yaşında bir nəvəm var. Gəl mən deyir ki, baba, Instagramım var. Mən heç bilməm Instagramım. Bu mən deyir ki, 2 yaşındayım. Deyir Instagramım var. Yəni artıq dünya başqa bir dünya olur. Bu başqa dünyaya bizim hazır olmağımız çox vacibdir. Dünya açılırsa. Deməli, bu bizim özümüz, qanunumuz dəyişir. Deməli, insanlar özləri olduğu kimi ola bilmir. Biz artıq özüm kimi yaşamaq istəmirəm. Yaşaya bilmirəm. Çünki mən istəyirəm ki, artıq düşüncə gəlir ki, mən qonşumun istədiyi kimi, toplumun istədiyi kimi, modanın istədiyi kimi yaşayam. Bugün moda istehsal edənlər moda istehsal edirlər ki, belə geyinmək lazımdır, belə getmək lazımdır. Mən evdə, məsələn, mən də qızımı, oğlumu deyə bilmərəm, işdən gedib saqqal qoymur, məsəl üçün. Deyir ki, hamıdır, saqqal moddur, bu da, yəni yaxşı olur. Yəni moda bizim insanlarımızı tərbiyə edir. Bizi tərbiyə edən telefonlarımızdır. Bizi tərbiyə edən, deməli, bunlar. İndi elə bir zaman gəlib çatır ki, müstəqil düşünmək, yəni azad düşünmək, sərbəst düşünmək mümkün deyil. Çünki ictimai o ki, təzyiq var, ictimai düşüncə var, o səni, ictimai psixoz səni məcbur edir ki, sən onlar kimi düşünə, hamı kimi düşünəsən. Sən özün müstəqil düşünən deyilə ki, dəlidir. Bu niyə belə deyir ki, hamı belə gedir, bu yan tərəfə gedir. Və yaxud da deyir ki, əxlaqlı olmaq gerilik alaməz ki, başa düşülməyə başlayıbdır biz çox yerlərdə. Dünən nə qədər məktəbdə pis oxuyan, sabah gelir, məsələn, böyük, imkanlı bir adam olur. Amma deyək ki, məktəbdə əlası olanlar Elmlər Akademiyasında 300 manat maaşı dolanır və s. Yəni, həyat qəribələşir, həyat mürəkkəbləşir və biz bugün bunlara, cəmiyyətimiz olaraq bunlara hazır ola bilmirik. Hazır olmaq lazımdır. Ondan başlamaq istəyirəm ki, deməli, bugün insan münasibətləri bazara çıxarılan bir əmtəyə çevirməyə başlayıbdır. İnsan münasibətləri, mən faydalıdır, Şəmsəd müəllimlə dostluq edirəm, faydalı deyil, ondan dostluq eləmirəm. Mən buradan bir umacağım varsa, alacağım varsa, onunla münasibətim yaxşı görürəm. Alacağım yoxsa ki, mən onu salam da vermirəm. Təmənnalıq da yəni. Yəni, zaman özünün, Təmənnalıq da yəni, hər şey bazara çıxan bir əmtəyə çevrilir. İnsan münasibətləri, sevgi, dostluq, yoldaşlıq, nə biləm, qonşuluq münasibətləri hamısı bazara çıxan bir əmtəyə çevrilməyə başlayır və bu da insanlar dəyərlər, duyğular, sevgilər, mənəviyyat aşılanır, əvvəlki dəyərini itirir. Hər şey ucuzlaşır, yəni münasibətlər demək istəyirəm, ucuzlaşır. Onların hamısının içinin tavar, əmtəyə qiyməti formalaşmağa başlayır. Mənəvi dəyərlər başlayır, qarışılır. Milli mənəvi dəyərlər, burada Şəmsəd müəllim dedi, kosmopolitizm aparır. Milli mənəvi dəyərlər istəyir. Artıq biz düşünmürük ki, bu bizdə dədəmiz, babamız belə yaşayırdı. Deyirik, yox, Amerikada belə yaşayırlar, İngiltərədə belə yaşayırlar. Yəni, o həyat tərzi bizim cəmiyyətimizə gəlməyə başlayır və beləliklə biz çox ağır bir, nəsə deyir, zamana gəlirik. Və bu gəldiyimiz zamanda çox maraqlı detallar var, çox maraqlı hallar olur ki, maraqsızsa mən, yəni, ya mən başa düşülmürəm bəlkə, biraz çətin terminlə. Bax, bu dəyişən dünyada, baxın, yaşamaq çətinləşir. Və bu çətinləşəndə nə eləməliyik biz? İndi gəlin oturaq fikirləşik. Bu dəyişdi dünya belə bir qarışığın içində. Mən uşağımı tərbiyə edə bilmirəm. Uşağımın əlimdən, o əlindəki telefon mənim əlimdən alıbdır. O uşaq mənim uşağım, mən onu deyə bilmirəm. Deyirəm, bala, get dərsi oxu. Oğluma deyirəm ki, kitab oxu. Deyir, oxuyum. Deyir ki, hansı kitab oxuyum? Deyirəm ki, Lev Tolstoy, Hərf və Sülh. Belə də bir kitabdır gözü. Deyir, oxuyum da. Gedir, 2 həftədən sonra gəlir ki, oxudum, nə lazımdır, sualı ver. Deyirəm, sən heç kitab aldın ki, sən oxuyasın. Kitab var, bizim evdə oxu kitab yoxdur bizdə. Deyir, ata, sən bilmirsən, geri qalırsan. Mən o telefonu açıram oradan, həmin kitabı oxuyub, telefona yazdırıblar. Qoyuram qulağımı, axşam yatanda, gecə yatanda. Qulaq açıram, buradan gelir. Deyirəm ki, valla get fizikanı oxu. Deyir ki, ata, mən bunu niyə oxuyum? Bu fizika kitabında nə yazılıbsa, ondan da 10 dəfə baxasını süni intellekt mənə deyir da, knopdan verim, çık deyir, mən də bundan da yaxşı. Mən niyə kitab oxuyum? Vaxtımı niyə sərf edir? Yəni, zaman çox mürəkkəb olur. Bu zamandan baş çıxartmaq çətinləşir. Onda başlayır nə? Başlayır nəsillər arasında anlaşılmazdır. Yəni, mən 2 yaşımdakı nəvəmlə dil tapa bilmirəm. Evdə öz oğlanla dil tapa bilmirəm. Ağsaqqalla, qarasaqqal, qoca ilə cavan, yaşlı ilə insan, ərlə arvad arasında münasibətlərdə yeni bir sistem gəlir, yeni bir baxış gəlir, yeni bir problemlər gəlir. İnsan hüquqları anlayışı dəyişir. Dünyanı demək, anlaya bilmirsən. Dövlət, vətəndaş, cəmiyyət
fərd, valideyn övlad, məktəb şagird, ər-arvad, qohum-qonşu münasibəti hamısı dəyişir. Və bu dəyişmə prosesini anlaya bilmirik. Biz onda başlayırıq faciə keçirmək. Ay Allah, bu niyə belə olur? Mesela dönəndə qədər deyək ki, bu cür yaşayırdıq, hər şey qaydasında, hamı hər şeyi başa düşürdü. İndi tamam qarışıq bunlar hamısı bir-birinə. Və belə bunu başa düşməyən adamlar başlayırlar əzab çəkməyə, narahat olmağa. Və bunlar hamısı, amma narahat olmaq lazım deyil. Bax, burada indi problem bundadır. Bizim mövzumuz buraya gəlir çatır. Bax, indi bu narahat, bu cəmiyyətdə ki, beləsi bu problemlər yaranır. Burada narahat olanda daha da uduzuruq biz. Əksinə, biz gözümüzü açıb, bu gedən prosesləri anlamaq, öz həyatımıza tətbiq etmək, özümüzü ona hazırlamaq lazımdır. Bax, o problemin kökündə budur. Və bu gün də buraya gəlibdir, Şəmsəd müəllimin buradakı bu çıxışı, bizim bu söhbətlərimiz, indi yenə də söhbətimiz davam edəcək. Söhbət ondadır ki, qapılar açılır, hamı xarici gedə bilir. Və buyurun gedin. Gedir, amma gedir da faciələrlə üzləşir. Məsələn, tutaq ki, bugün bilirsiniz də, məsələn, oğlanlar gedirlər xaricə, heç bir sənədi yox, planı yox, gedir, məsələn, harasa işləməyə yaxılana, gedirlər orada aparırlar, deyir, hər sənə yaxşı oğlansan, gedək nə bilim, bu falan yerdə işlər. Aparırlar, bir, qul kimi işlədirlər. İki, öyrəyini çıxardırlar, satırlar. Bədən üzvlərini çıxardırlar, satırlar. Göz qışasını çıxardırlar, satırlar. Və s. və s. Qadınlar gedir. Qadınlar deyirlər ki, mən hələ bu indi cinsi istismarı hələ mən qoyuram qırağa, onu qoydum. O, burada çox danışılır və çox danışılacaq, hamı da bilir. Amma eyni zamanda bunun bədən üzvlərini çıxarmaqdan başqa, onun toxuma hüceyrələrindən istifadə edir. Ondan başqa, onları suraqat analıq kimi istifadə edirlər. Yəni, onun qarnına deyir, o uşağı qoyurlar, deyirlər ki, uşaq böyüsün. O sənin qarnında mənim uşağım, bir başqa bir adam böyüsün. Və o uşağı sonra alırlar, suraqat analıqla bilirsiniz də, yəni bu terminləri bilmirsinizsə, mən onun mənası izah edeyim. Və beləliklə birinin övladı başqa birinin bədənində böyüyür, onu da sonra doğulan kimi tutub əlindən alırlar. Yəni yüzlərlə bu cür cəmiyyət dünyada hallar var ki, insanlar bu faciənin içinə düşür və bununla da o faciənin içindən çıxa bilmirlər, hətta çıxanda da ya şikəst çıxırlar, ya elə həyatları məhv olur, ya özləri deyək ki, məhv olurlar. Sonra cəmiyyətə inteqrasiya ola bilmirlər, qayıdıb gələ bilmirlər, öz ailəsində yaşaya bilmirlər, kəndində, kəsləyində özünə yer tapa bilmirlər və belə ilə məhv olur gedir. Bax, bu insan alverinə qarşı mübarizə deyəndə bir Şəmsəd bunu deyəndə, bax, söhbət bundan gedir. Əgər, məsələn, bugün hər bir cavan qız istəyər ki, geçsin, məsələn, tutaq ki, xaricdə oxusun, xaricdə yaşasın, xaricdə işləsin. Gedir, başına nələr gəlir? İndi oxuyursunuz da mətbuatdan görürsünüz ki, nələr olur. Gedir. Mən burada indi getməmək olmaz. Mütləq getmək lazımdır. Hər birimiz xarici ölkələrə də getməliyik. Biz xarici ölkələrdəkilərlə ailə də qurmaq olar. Deyək ki, gəlib orada, nə bilim, kinoda da çəkilmək olar, teatrda da iştirak etmək olar, sərgilərdə də olmaq olar, model də olmaq olar. Hər şey ola bilər. Amma eyni zamanda da bunun dalında bu cür problemlərin də olduğunu, faciələrin olduğuna gərək biləsən və ona hazır olasan. Bax, söhbət burada, bizim burada görmək istədiyimiz iş bundan bağlıdır ki, hər bir cavan qız istəyir ki, geçsin xarici, məsələn də yaşayan, məsələn, tutaq ki, Türkiyədə yaşayan bir ərə geçsin. Yəni, nə olar geçsin? Oturur telefon internetin qabağında, baxır, yazır ona, yazır ona. Orada da dünyada bu cür, bu insan alverçiləri deyilən bir sistem var, çox böyük sistemdir. O sistemi, indi Şəmsəd müəllim onu bez dedi, əlavə edeyim ki, o sistem hər il milyardlarla dollar pul avarotu fırladırlar. Onlar milyardlarla dollar pul qazanır. Bugün dünyada narkotikdən, deyək ki, silah alverindən, dərman alverindən sonra gəlin dördüncü insan alverindən pul qazanır. O həmin o fırıldaqçılar. Və bu böyük bir sistemdir. O sistemi qurublar, onun psixologlar oturub işləyir, onu ekonomistlər işləyir, onu hüquqşünaslar işləyir ki, necə eləyək ki, bu fırıldaqlardan bunları keçirdək və bu insan bundan pul qazanır. Bax, indi belə bir modeldə gedir, məsələn, gedir, oturur internetdə tanış olur, deyir, həm belə ailə qururam, şəkil göndərir, gözəl bir oğlandır, gəlir burada qızlarla razılaşır, gedir filan bir gün, böyük ailə, hətta oradan adam gətirir, özünün 2 nəfər adam gətirir, o da mənim dədəmlə anamdır, gəlmişik elçiliyə falan burada. Götürürlər, gelir. Gedindən sonra oradan pasportunu alırlar əlindən, özünü ötürürlər. Nə faciə edirsən, nəzərə tuturlar. Dediyim kimi, orqanlarını çıxarıb satırlar, özlərinə də hər cür təcavüz edirlər, hər cür faciələr gedir. Və yaxud da cavan oğlan gəlir burada, alır, qızı evlənir, aparır orada satır. Məsələn, deyək ki, başqa bir şeyxə satır, qoca bir kişiyə satır və s. və s. Yəni, minlərlə bu cür faciələr olur. İndi bax, yenə deyirəm. Biz bu inteqrasiya olunmalıyıq bu dünyaya. Bu dünyaya gediriksə, inteqrasiya olunmalıyıq. İnteqrasiya olunanda, bax, bunları nəzərə almalıyıq.
Və nəzərə almalıyıq ki, bizim başımıza bunlar gələ bilər. Ona görə də ehtiyatlı olub, ağıllı olmaq lazımdır. Yəni, bu anda nə etmək lazımdır? Bu anda nə eləmək? Bir, sabah biri istəyir geçsin, məsələn, xaricdə işləsin. Elan verirlər, gəlir. Deyir ki, məsələn, da ki, bizə, məsəl üçün deyirəm da, məsələn, restoranda administrasiya işləməyə qız lazımdır. 22, 18-22 yaşında. Sən bunu deyirsən də yaxşı işləyir, nə qədər maaşlı, 2000 manat da maaş verirlər, falan edirlər. Nə gözəl, niyə getməyim ki, gedim də, gedib çörək qazanım, burada nə var ki? Bu yaxşı məqsədlə, insan kimi öz evinə, ailəsinə, öz həyatına kömək eləmək üçün bu getmək istəyir. Amma gedəndə məlum olur ki, heç orada elə bir şirkət yoxdur, elə bir təşkilat yoxdur, elə bir restoran yoxdur, elə bir müəssisə yoxdur. Gedir, buradan oturdurlar təyyarəyə, o fırıldaqçılar var da, otur təyyarəyə gedir, həmin, məsələn, Dubayda düşən kimi pasportunu alırlar, deyir, xoş gəlirsən. Bəs olan qutardı, ondan sonra da geriyə yol yoxdur. Nə, heç yerə çıxa bilmir. İndi bunu gedəndə, elə ki, elanı gördün, bunu öyrən, bax, internet var, girin ora, həmin araşdırın, görün ki, oraya getmək olar, kimdir ora, dalında kim durur, hara gedirsən. Burada bizim müəllimlərimizlə məsləhətləşin, uşaqlara deyirəm, yaşlı insanlara deyirik, polislə müraciət eləyin, gedin deyin ki, bax, mən belə dəvət almışam, burada mənim başıma nə iş gələ bilər. Bizim insan alverində qarşı mübarizə idarəsi var, çox böyük idarədir. Profesionallar işləyirlər, çox savadlı, çox ağıllı. Maşallah, son dövrlərdə gəncləri görəndə ürəyimiz açılır ki, bizim polis məktəb akademiyası bu dəqiqə o qədər savadlı, o qədər ağıllı gənclər buraxırlar ki, və daha çox insanpərvər, daha çox sevimli, daha çox belə ləyaqətli insanlarımızdır. Gedin, müraciət edən, qorxmayın, yaxınlaşın. Onlar da bizim balalarımız, bizim qardaşlarımız, sizin qardaşlarınızdır. Bax, bunu buradan öyrən. Deyirlər ki, məsələn, Almaniyada şəkil qalereyası olacaq. İndi sizdən də kimsə şəkil çəkə bilir də. Gətir və fırıldaqçılar bilirlər də kimə yaxınlaşmaq lazım. Gəl deyən, nə görə də şəkil çəkirsən? Sən elə get də sərgiyə niyə getmirsən? Yığır apar sərgi, gedir sərgiyə, buradan da yazır, pozur, şəklini çıxartdır, qəzetlərdən, meyini, hər şeyi sistemi qurur. Apar oraya təyyarədə üçün nə şəkil, sənin şəklini işləmə lazım yox. Tulluyurlar da özünü yapar, götürüb, gedir və buradan sonra geri qayıtmağın yolu olmur. Və yaxud da ailə qurmaq istəyən dedim də, yəni ailə qurur, buradan elan verir ki, mən səndən evlənmək istəyirəm, belə iş görmək onun kimi. İndi bax, belə bir vəziyyətdə bu insanlar belə bir vəziyyətdə biraz daha ağıllı olmaq lazımdır, daha göz açıq olmaq lazımdır. Dünya dəyişir, biz də dəyişməliyik. Biz dəyişə bilməzsə, inkişaf edə bilməyəcəyik. Mən bir də burada, mənim dərs keçib, burada təlim keçəndə dedim ki, bu dinozavrlar nədən ölübdür? Ondan ölüb ki, dinozavrlar ondan ölüblər ki, mühit dəyişib, dinozavr dəyişə bilməyibdir. Yəni, deyək ki, qarışqalar, kəpənəklər, ondan salmaq qalıb, amma dünyanın ən güclü canlısı olan dinozavr məhv olub gedir. Niyə? Çünki dinozavr dəyişən mühitə uyğunlaşdıra bilməyib. Dünya dəyişir, dəyişən mühitə biz uyğunlaşmalıyıq. Heç də həmişə güclülər qalib gəlmirlər, uyğunlaşmağı bacaranlar qalib gəlirlər. Biz gərək uyğunlaşmağı bacaraq, dünyaya uyğunlaşmağı bacaraq. Dünyadan qıraqda qala da bilməliyik, çünki dünyanın dəyərləri var. Biz o dəyərlərə uyğunlaşmalıyıq. O uyğunlaşmaq üçün isə biz öz ağlımızla, öz qabiliyyətimizlə dünyanı dərk eləyərək getməliyik bunun üstünə. Bu mənada mən çox, yəni, bilmərəm, vaxtınızı çox alıram bəlkə də, amma mən çox istəyirəm bunları deyək ki, bizim gənclərimiz xüsusən də bilsinlər ki, zaman dəyişir və bu dəyişən zamana biz özümüzü hazırlamalıyıq. Çoxlu burada mən qeydlərim var, amma mən bir vacib məsələyə toxunmaq istəyirəm. O çox vacib olanlardan biri budur. Deməli, Şəmsəddin müəllim dedi və hamınız da bilirsiniz, cinayət məcəlləsində belə, adam oğurluğu maddəsi var, 144-cü maddə və 144-1 var ki, insan alveri maddəsi. İndi baxın, burada bunlar ikisi bir-birində oxşuyurlar. Bir adam oğurluğu, bir insan oğurluğu, insan alveri. İndi adam oğurluğu aydındır da, adamı gəlirlər, oğurluyurlar, belə də indi bunun elə məqsədi elə bir yoxdur da, yəni sadəcə olaraq onun elə, o insanlar məsələn, biri ailə qurmaq istəyir, biri nə bilim, evlənmək istəyir, biri nə bilim, qız qaçırdır, biri neyinir, belə bir şeylər ola bilir. Amma bu adam oğurluğu bir balaca, bəlkə də haradasa bir balaca bir yola vermək olur. Amma bu insan alveri maddəsi, beynəlxalq cinayətlər şəbəkəsinə aid olduğuna görə insan alveri maddəsi daha ağır maddədir, daha ciddi maddədir və mən istəyirəm bu haqda bir balaca sizə danışam. Burada belə bir şey var. Deyir ki, insan alveri, yəni şəxsin alqı-satqısı, baxın, insan alveri, yəni şəxsin alqı-satqısıdır və ya ona sahibliklə əlaqədar olaraq digər əqlərin bağlanması. Müqavilə bağlayır ki, mən sənin sahibinəm. Bundan sonra məsələn, bu əqdi bağlamaq insan, deyək ki, alverinin elementidir. Bunları, onu deməli, yaxud onu insanı istismar etmək üçün
Azərbaycan Respublikası sərhədlərindən kənara çıxarmağı. Bu da insan alverinin əlamətidir ki, deməli o cinayət məcəlləsində o insan alveri kimi olur. Və yaxud da deyir ki, eyni məqsədlə digər şəxslərə verilməsidir. Məsələn, bir insanı deyək ki, hansı eyni məqsədlə, yəni alqı-satqı məqsədi ilə başqa bir adama verir və s. Və bunların hamısı demək, insan alverinin o şərtləridir. Burada çoxlu şərtlər var. Ağır maddədir, ağır cinayətdir. Bunun deməli, ən adi qaydada baş verməsi, əmlakı müsadirə edilməklə 5 ildən 10 ilədək müddətə və ağırlaşdırıcı hallarda isə 15 ilə qədər, yəni 15 ilə qədər təsəvvür eləyin ki, ağırlaşdırıcı hallarda ölümə bərabər olan bir ağır cinayətdir bunların hamısı. Bunu deməli nəzərə alın. Amma burada bir məsələ var, mən istəyirəm daha çox ona diqqəti çəkəm. Burada var ki, deməli, bu 144 prim 1-nin qeyd hissəsi var. Bu qeyd hissəsində belə bir şey var ki, onda heç birincisini də oxumuram, vaxtı azı almıram. Keçirəm ikinci hissəsinə. Yazır ki, insan alverindən zərər çəkmiş insan, şəxs, baxın, insan alverindən zərər çəkmiş şəxs, yəni bu insan alverinin qurbanı olan adam, istismar olunmasına dair razılığı, həyat tərzi, ha belə, əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasının yüngülləşdirilməsi halı kimi qəbul oluna bilməz. Bu çox biraz ciddi məsələdir, biraz bunu xırdalayacağım. Məsələ burasındadır ki, deyir ki, insan alverindən zərər çəkmiş şəxsin özünün razılığı, özü deyir ki, özüm gəlmişəm, yaxşı eləmişəm. Hətta deyirsə ki, özüm gəlmişəm, onda onu yenə də onun həm o qurbanı ki, törədən, o cinayəti törədən azad olunmur. Amma məsələn deyək ki, əvvəllər... Əməli yüngülləşmir. Əməli yüngül. Əvvəllər məsələn təsəvvür eləyin ki, əvvəllər gedirdi bir evlənmək istəyirdi, bir oğlanla qız, deyirlər ki, qaynana deyirdi ki, ay qızım, ay oğlum, cehiz verə bilmirəm, toy eləyə bilmirəm, belə başlayır da, qaynananın özü deyir ki, bəlkə götürüb qaçasan, neyiniyəsən? O da deyir ki, nə olur, gedək qaçaq da, belə. Gedir, götürür, qaçır, gedir, verir kağıda, sonra da deyirdi ki, qız gəlir, deyir ki, özüm getmişəm da, elə bir şey yoxdur ki, ailə qurmuşuq, belə. Deyirlər, yaxşı, barışdırırlar, polis də kömək edir, belə təbrik edir, və prokuror da, polis də, məhkəmə də, hamı da, bu cəmiyyətlikdən adi prosesdir. Amma indi təsəvvür eləyin ki, qaynana deyir ki, qaçır. Qaçırandan sonra çıqıra-çıqıra qaçır polisə ki, vay, gəldi, qızı apardılar, qızı oğurladılar, elə bilim, insan alveri, nə bilim, nə, bunlar belə filan. Burada da protokola düşür ki, insan alveri, söz düşür və salam. Ondan sonra, deməli, bu ailə qurur, oğlan evlədər, həmin qızından, deməli, 3 yaşında uşağını yaşır əlindən gedir türməyə ərin yanına. Buraxa bilmirlər, polis buraxa bilmir. İstəyir, buraxsın, bilir ki, bu ailə qurub, normallı bir insan, Azərbaycan ailəsi. Onu buraxa bilmir. Prokuror buraxın, hakimlər cəza verirlər. Cəza verən ağlaya-ağlaya verir ki, mən görürəm ki, bu cavan oğlanla bu cavan qız ailə qurur da, xoşbəxtdir. Amma neynəsə, bu sənədə belə düşür, insan alveri. İnsan alveri cinayətləri də beynəlxalq dediyim bir cinayət şəbəkəsində daxil olduğuna görə beynəlxalq məsələ kimi baxılır. Yəni, bunu təkcə bizim elə Azərbaycan qanunvericiliyi yox, dünya səviyyəsində buna baxılır. Yəni, qlobal cinayət olduğuna görə, qlobal anti-cinayət deyək ki, prosesi getməlidir, gedir. Və bu mənada, mən bu cavanlara daha çox demək istəyirəm ki, qız qaçırmaq məsələsində tərqinin geçsin, lazım deyil. Normal bir şəkildə evlənin də, gedir, dostundan deyir ki, gedək qız qaçırdı. Bu deyir ki, evlənir də, indi bu da o qızı da tanıyır, onu da, qaynından da, qaynatan da tanıyır, normal. Deməli, dostuna maşından götürür, təzə maşın alır, gedir maşından geri olur. Heç nə, bu cinayətçi olan, bunu cinayətçi kimi, insan alveri kimi, formül edən kimi həmin dostunu da tuturlar, dostunun maşında müsaade edirlər, cinayətin vasitəsi kimi ondur. Maşın da əldən gedir, qız da əldən getdi, ev də əldən getdi, hər şey batdı getdi. Bax, belə bir şeydə ehtiyatlı olmaq lazımdır. Yəni, onu niyə bu əvvəldən başladım ki, dünya dəyişir? Və bu dəyişən dünyaya biz gərək hazır olun. Və bu da, həmin bu insan alverinə qarşı mübarizə prosesi də bizim həmin o yeni dünyaya hazır olmağımın bir şərtidir. O maddəni evlənmək məqsədi ilə qız qaçırmaq maddəsinin çiləvələri də çıxartdılar. Ona görə ki, dünya dedi ki, bu bizim milli adətimizdir və bizim bu milli adətimiz insan hüquqlarına ziddir. İnsanların dəyərinə, insanların anlayışına, bugünkü dünyanın baxışına zidd olan bir şey. Necə onu qaçırdırım? Amma əslində bizim əsərlərimizdə var da, Heydər bəy yayında yazıda qalır, Heydər bəy gəldi ki, qız quldurmasında. Deyir ki, Heydər bəy gəldi deyir ki, əgər bu oğurluq eləməyibsə, qız qaçırtmayıbsa, bu nə kişidir ki? Bizim belə adətimiz var. Amma indi bunlar hamısı dəyişir. Dünyanın dediyim kimi bugünkü o dəyərləri onları qəbul eləmir. Bax, ona görə biraz
Çox üzr istəyirəm. Mən həmişə uşaqlarıma da deyəndə, auditoriyada, dəstədə deyəndə deyirəm ki, sadəcə olaraq axmaq olmayın, vəssalam. Axmaq olmayın, ağıllı olun, gözünüzü açın, baxın. Bu dünya hara gedir, nə baş verir, ətrafımıza nə edir? Sənə yaxınlaşır biri deyir ki, qızım, gəl gedək, mən səni aparım, Sumqayıtda məsələn bir dənə qardaşımın oğlan restoranı var, gedək orada işlə. Sən bir əvvəl bir fikirləş də, deyək ki, bu niyə buna, nə oldu, bu nə maraqla mənə yaxınlaşır? Bax, indi sizə deyim də, burada indi danışmadılar. Düşürlər, indi polis qardaşlarımız qəşəng bilir. Düşürlər həmin adamlar qapı-qapı, kənd-kənd gəzirlər. Görürlər, avtobusda görürlər, bir qəşəng qız oturur. Gəl otur yanında, qızım, harada oxuyursan, harada işləyirsən, nə edirsən, dost olur. Və sən şəhərdə gələnə bizlə bir gəl, apar evlərdə oturdur. Yəni, bunun etibarına girir və ondan sonra onu salır, o deyir ki, o təliyə və bundan da onun faciəsi başlayır, verir. İndi onlar hamısını düşünün ki, niyə bunun marağı nədir, niyə mənim dalımıza gəlir, niyə bunu mənə deyir, bu mən haradan tanıyır, necə tanıyır. Bax, o mənada mən çox istəyirəm ki, bu məsələlərə bir balaca. Yenə deyirəm, nə başınıza gəlsə, bütün cavanlar, nə şübhəli bir şey olan kimi birincisi, müəllimlərinizlə məsləhətdir. Qorxmayın, müəllim də eyni insandır, biraz dünya görüşü var, deyək ki, onun sizdən yaşı çoxdur və s. Yenə deyirəm, ağsaqqallarımız var, bax, maşallah, hamısı belə deyir ki, o dünyanın deyir ki, o nətər deyir, hər üzün görmüş insanlardır. Onlarla soruşun, deyim, bax, belə bir şey var, bugün bir xala gəlmişdi bizə, bugün, o gün bir əmi gəlmişdi, nə deyirdi, filan da belə, bunlar mən nə edeyim, nətər edeyim, burada belə, o situasiyanı belə. Polislə qorxmayın. Bax, vallahi yenə deyirəm ki, bəlkə də siz elə bir şey polisi geçsəniz, polisə sizə nə bilim, nə olur? Heç nə olmayacaq. Bu Şəmsəddin müəllim polkovnikdir. İndi özü müharibə veteranıdır, şəhid atasıdır. Yəni bir qəhrəman. Ləyaqətli bir insan düşüb qapı-qapı cəmaatı izah edir ki, ay cəmaat, belə eləyin ki, bu faciəyə rast gəlməyin. Axı, o faciəni siz bilmirsiniz. Siz o faciənin bircə dəfəsini görsəz, bircə dəfə bir adamın həyatının dərinə içinə girsəz, həmin o insan müharibəli qurbanlarının, birinin həyatına girsəz, bilsəz ki, orada nə baş verir. Siz ömrün evin eşindən çıxmazsınız, qapının da dalını ilə bağlayarsınız. O qədər böyük faciələr ki, Allah hamd olsun, belə təsəvvürünüzə gətirə bilməz ki, bu nə olur ki. Və indi elə şeylər var ki, adam heç burada da deyə bilmir. Yəni, çox ağır bir məsələlərdir. Onlar məhkəməsinə gedirsən, nələr adam eşidir, adam faciət, ağlı başı faciət. Və bütün bədəni məhv olub gedir, gələcəyi məhv olub gedir. Qayıdıb evinə gedə bilmir, cəmiyyət inteqrasiya olana bilmir, ailəsinə qayıda bilmir, qovuşa bilmir və s. Bax, belə. Nəsə ki, əgər suallarınız olsa, mən belə siz istədim ki, psixologiya mən təsir edeyim ki, yadda qalsın. Mən indi burada deyəcəyim maddələr, şərtlər, sözlər, bəlkə də yadda qalmayacaq. Amma faciənin böyüklüyünü anlamağınızı mən çox istəyirəm ki, ehtiyatlı olun, ağıllı olun. Yenə deyirəm, bizim dövlətimizlə, polisimizlə, ağsaqqallarımızla, ziyalılarımızla sizləndir, sizi qorumaq üçündür. Dövlətimiz sizi qoruyur. Sadəcə olaraq o qorumağa siz kömək edin. Siz özünüz kömək edin ki, dövlətimiz də sizi qoruya bilsin. Sağ olun. Gənclərimizdə çox vacib olan problemlərdən biri deyil, Aydın müəllim. Yəni, su bugün qaldığımız məsələ, mən düz istəyirəm Şəmsəddin müəllim. Yəni, sual olaraq bizim cavanlarımız niyə görə bura dəvət olunurlar? Yəni, əziz balalarımız. Yəni, bu insan alveri məsələsi çıxırda məsələ deyil. Bir ala qeyd olundu, mən üzr istəyirəm, mən müdaxilə yəni, insan alveri bu günlər dünyada, deyək ki, silah alveri, deyək, narkotik alveri, mən sonra üçüncü yerdə gələn bir şeydir. Yəni, bu günlər, bu elə bir qlobal məsələdir. Yəni, bu günlər bizim gənclərimiz bələkdə olan indiyə gələn tərbiyələndir. Düzdür, bu çox təsir, tərbiyələrimizdə çox təsir var. Yəni, bu günləri valideyn sözü daha çox önəndür, kim bu telefonun diktəsi uşaqlarımıza təsir və bu günləri, bu tədbirçisi əzizlərim, balalarımıza, əziz gənclər sözü təşkil edir. Çünki yəni siz bu günləri maarifləndirəsiniz və biləsiniz bu inki hansı söhbətlərin gedir. Çox son canım, gözəl, icazı mən danışmaya bilmədim. Çox sağ olun, çox sağ olun. Buyurun kəsəməz. Var olan. Təbii, doğrudan insan alveri cinayəti çox ağır cinayətdir. Mütəşəkkil cinayətkarlığın xüsusilə ağırlığıdır. Transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə ağırlığıdır. Yəni, ölkə sərhədindən kənardadır. Sərhədləri aşan bir cinayət. Və təbii ki, bu cinayətlərin qurbanları da çoxdur. Daha çox narahatı doğuran məsələ budur. İndi bu qurbanları, yəni bu cinayətdən zərər çəkmişlər, necə müdafiə edək? Onların duyğularına necə müdaxilə edək və necə onlara qayğı bəsləyək? Bununla bağlı Kəmal xanım söhbət edəcək, xahiş edirəm. Biraz da səbir edin. Çox sağ olun, mən qısa vaxtınızı alacağım. Şəmsəddin müəllim izah elədi, burada polis qardaşlarımız da var.
Aydın müəllim izahında bildirdi. Mən burada təbii ki, xanımların daha çox olmağını, yəni belə deyək, anaların çox olduğunu vurgulayıram və çox təəssüf edirəm. Bəzi şeyləri mən müşahidə elədim burada. Biz bu tədbirə sadəcə olaraq sadə baxır, hər kəs vaxtın bitməyi üçün. Yəni qulaq asıb, vaxt bitsin, yesin. Ancaq bugün doğrudan da gənclərimiz üçün, həmçinin valideynlər üçün həyəcan təbili çalmalıdır. Çünki gənclər arasında doğrudan da tam dərindən düşünülmür. Çünki bu günlərim təəssüf hissi ilə deyir ki, bu gənclərimiz dərk eləməsə də, bu istiqamətə yönləndirən valideynlər var. Yəni, sosial şəbəkələrdən deyildi. Sosial şəbəkələrdə özünüz gözəl bilirsiniz, blogerlər var. Və hansı yolla blogerlər bu günlərim bilirsiniz ki, maddiyyat əldə edirlər. Amma onun iç yüzlərini, arxa tərəflərini görmürük, düzdürmü? Və valideynlərin də təəssüf ki, bəzi valideynlərin də evladlara təsiri var. Ki, niyə, məsəl üçün, deyək, sosial şəbəkələrdə onlara da dəstək olurlar ki, hə, sən də ola bilərsən. Amma bunun axırını, sonunu faciə ilə qutarmağı heç kəs dərk eləmir. Bax, bu günlərim, biz deyirik, bu yaxın günlərdə mən bir misal deyəcəm sizə. Belarusiyalı müğənni, Venera. Yəni ki, bəlkə də eşitmişsiniz sosial şəbəkələrdə. Bax, bu yaxın günlərdə o elə bu cinayətin qurbanı oldu. Nə idi? Sadəcə olaraq, bu günlərim biz qurban deyəndə çox təəssüflə deyək. Şəmsəddin müəllim dedi ki, 90% qadınlar təşkil edir. Amma niyə qadınlar? Qadın təşkil edən deyən kimi ağlımıza nə gəlir? Qadın təcavüzü, hansısa qadınların istismara gəlmir. Amma bu deyil, orqan alveri var. O ondan da pisdir. Baxın, bugün Belarusiyalı müğənni nəyin qurbanıdır? Orqanın. Və o, bu günlərim Myanmada gedib model adı ilə dəvət edirlər onu. Və orada ondan sonra onun hansısa bir orqanla, əvvəl ailəsindən $500.000 pul istəyiblər. Ondan sonra bu xanım yoxa çıxır. Və cinayətin üstü açılanda məlum olub ki, onun orqanları artıq satılıb və yandırılıb. Bu günlərim valideynlərə ki, evladlarınızla dost olun. Və sizin evladlarınız ən çox da qız evladları. Yəni, bu gün qızlar, xanımlar müraciət eləyəndə, baxırsan ki, onların evladları, o xanımlar ancaq dostu qıraqdan axtarırlar. Həmişə biz uşaqlıqdan, yəqin ki, indi yaşlı nəsil bilər, deyərdilər ki, qızlar anaları ilə dost olar, oğlanlar ataları ilə. Yəni, bu sərhəddi qoymuyor. Bəzən deyirlər ki, o dövr getdi, Aydın mənim düz deyir. Bu dövrlə inteqrasiya olunmaq lazımdır. Çünki o dövrdə valideyn evlad arasında bir pərdə var idi. Ancaq indi bu sosial şəbəkələr təəssüf ki, evladlarımızı elə bir vəziyyətə salıb ki, elə bir gündədir ki, evladlara açıq danışaq, səmimi ola, evladlara sözləri keçmir valideynləri. Söz ötürə bilmirsən və nəyisə deyəndə, balaca uşaqdır, evlada deyəndə misal çəkir kimisə. Baxın, bu günlərin biz istəyərdik, evladlarımız nə ilə misal çəksinlər bizi? Hansı oxumuş bir ziyalı ilə? Eləyə bilirikmi? Yox. Biz deyəndə ki, bəli, əvvəllər bizim devrimizdə elə idi ki, valideynlərimiz bizə deyəndə ki, bax, filan kəsin uşağı, görürsən, getdi, oxudu, ali təhsilli oldu, magistr oxudu, nə oldu və biz ona can atırdıq. Sinifdə 30 uşaqdan 5-i oxumayardı. Düzdürmü? 25-i rəqabət gedərdi ki, niyə oxuyur? Amma indi sinifə girirsiniz. Müəllimlərlə necədir münasibət şagirdlər arasında? Ancaq gedir. Onsuz da oxuyub nə olasıyam ki? Bilirsiniz, budur faciə. Çünki bunların, pis başa düşülməsin, bunların arxasında çoxsunda valideynlər durur. Çünki əvvəllər evladlarla, şagirdlərlə müəllimlər arasında hansısa bir münasibət pozuntusu olanda valideyni qorxurdu evlad gedib deməyə ki, o valideyni də tənbih eləyəcək. Ancaq bu günlərin hansı müəllim söz deyə bilir uşağa? Təəssüf ki, valideyn ondan çox tərəfini saxlayır uşağının. Yəni, cəmiyyət bu cür pozulur. Biz bu cəmiyyətin pozulmağını qoymamalıyıq. Bunun qarşısını almalıyıq. Bəli, mən bu gün baxıram, uşaqlar, gənclər hamısı dırnaq arası qulaq asırlar. Aydın müəllim düz vurğuladı. Bu faciədir, doğrudan həyəcan təbili çalınmalıdır. Yəni, tədbir olaraq bu günlərin danışılanlara hardasa dırnaq arası qulaq asılmasın. Evladlarımızı biz qorumalıyıq.
Ancaq baxın, mən sizə olmuş bir hadisəni deyim. İndi biz deyək ki, bu Belarusiyalı müğənnidir. Yaxşı, özünüz gözəl bilirsiniz ki, Allah hər bir valideynə qismət eləsin, evladlara ailə qurur. Bu il baş verən bir hadisədir. İmkanlı bir ailənin evladı, hər iki tərəfdə yaxşı bir imkanlı ailə, bilirsiniz ki, toy edirlər. Toydan sonra indi dəb halını alıb bal ayına getmək. Burada bal ayına gedirlər. Və bal ayına da Taylanda gedirlər. Taylandda təbii ki, o insan alverinin, hansı ki, professional mütəxəssisləri o işi gözəl bilirlər. Və bunlar da çox təbii ki, oğlandı, qızdı, taksiyə minirlər, özləri ilə getmək istəyirlər otelə və şofer, sürücü professionalcasına bunlara deyir ki, əgər istəyirsinizsə, yəni bir qarşıda mağazində hardasa saxlayaram, yəni su alarsınız, ya nəsə bir imkanınız olsa, elə olur ki, xanım yanındakı xanım oğlana deyir ki, hə, qarşıda mağazin var, bəlkə bir su alasan, təzə gəlmişik də, boğazım, ürəyimiz yanır. Saxlayır. Düz mağazinin şəhərin mərkəzində və oğlan düşür mağazindən su almağa, çıxanda görür ki, nə maşın var, nə qız var. Siz təsəvvür eləyin ki, bu olmuş bir hadisədir. Yəni, burada deyək ki, nə qadının günahı var, nə oğlanın günahı var. Yəni, heç bir şey yoxdur. Sadəcə ehtiyatsızlıq. Siz təsəvvür, qızın nə telefonu, nə bir şey. İndi deyəcəksiniz, təbii ki, sual yaranacaq ki, hər yer kameradır. Bəli, kameraya qoyublar, baxıblar, görürlər həmin maşın. Sonradan bu cinayət işi açılıb, məlum olub ki, belə bir qrupdur, dəstədir. Maşının nömrəsini həmin taxılı olur, özləri düzəldirlər və bir müddət gedəndən sonra nömrəni çıxardır, atır bir başqa, iz itir. Və görün, neçə aylardır həmin ailə məhv oldu, qızı tapılmır. Və o həmin mütəşəkkil dəstəndə təəssüf ki, polis də qarşısında acizdir. Onlar da məlum oldu ki, orqan alverçisilərdir. Və oğlan da qayıda bilmir. Çünki qızın qardaşları deyir ki, bacımı gətirməmiş gəlmə. Bir ailənin faciəsi. Yəni, bu günlərim doğrudan da hər şeydə diqqətli olmaq lazımdır. Siz düşünməyin ki, hansısa model dalıca getmək, iş dalıca getmək. Bəli, başa düşürəm, bu gün yoxsulluqdan yaranır. Amma ehtiyatsızlıqdan da yaranan var. Təbii ki, uşaqlardır, gənclərdir, istəyirlər balayına deyilsinə, hər bir ananın da arzusudur evladlarını xoşbəxt görmək. Amma hamısını xırdalığına qədər izah eləmək lazımdır. Biraz da gənclərimizi oxumağa meyil göstərmək lazımdır. Təəssüf ki, baxın, bu gənclər oturub, hansına sual versəz, axırıncı dəfə hansı kitabxanada olub, hansı bir axırıncı nə kitab oxuyub. Ancaq deyin, bütün sosial şəbəkələrdə, bütün modellərdən tutmuş, blogerlərə kimi, hamısının adını əzbər deyəcəklər. Axırıncı çıxan müğənnilərə kimi, bu toy müğənnilərini, hamısını deyəcəklər. Amma görün, düzdür Aydın müəllim, bugün telefonları biz lənətlənmiş kimi sayırıq. Amma telefonlar bizim həyatımızda çox böyük rol oynayır. Niyə sosial şəbəkələrin, məsəl üçün, Google-da nəyisə vurub mariflənmək üçün nə qədər əlimizdə əsaslar var? Bu günlərim kitabxanaya getmədən, əvvəllər biz orta məktəbdə oxuyanda, təbii ki, bir adi bir nəysə üçün, bir hansısa bir dərs üçün, dərs çalışmaq üçün və ya da imtahan üçün kitabxanalarda saatlarla qalırdıq. Və yaxud da ki, hansısa bir bədii kitab oxumaq üçün gözləyirdik ki, kimsə oxusun, o qutarsın, sonra bizə versin. Amma bu gün internetlər var. Hansı insanın həyatı haqqında, hansı dahi haqqında, hər bir bəstəkar haqqında, hər bir şey haqqında internetdən rahat şəkildə əldə edə bilərik. Amma təəssüf ki, buna maraq varmı? Yoxdur. Və çox gözəl deyirlər ki, savadlı bir qadın, yəni söhbət savad təhsildən getmir. Yəni savadlı bir qadın doğrudan da ailənin bünövrəsidir. O evdə savadlı, ziyalı evladlar böyüyər. Yəni, evladlarınızı bu istiqamətə keçin. Çox yox, körpəliyindən, aşıq deyil, gördüyünü çalar. Körpəliyindən uşaqlarınızı kitabı öyrədin. Yəni, o kitabı öyrənən uşaq, oxuyan uşaq bir müddət sizin çətinliyiniz olacaq. Və bəli, bu günlərin valideynlər var ki, körpəliyindən uşaqlara eyb yoxdur, qulağım sakit olsun, telefonu verir. Təbii ki, var ətrafımızda, yəni çoxdur belə. Heç nə olmaz, qulağım sakit olsun, qoy oynasın, başı qarışsın. Və belə ilə uşağın həyatını başa düşmürük, məhv edirik. Müəyyən müddətdən sonra o uşaqlar bizim üzümüzə qaydanda və harada səhv elədiyimizi dərk eləyə bilmirik ki, niyə belə oldu bu uşaq? Amma biz başa düşmürük ki, o telefonu verəndə artıq biz uşağı verdik. O uşaq bizim deyil. Və mən çox xahiş eləyirəm, uşaqlarla dost olun.
Onların hər addımına. Uşaqlara hiss elətdirməyin. Təbii ki, onlarla məsələn biz çox tədbirlərdə oluruq. Orada uşaqlar daha çoxdur, gənclər daha çoxdur. Amma burada sevindirici haldır ki, mən yaşlı nəsli görürəm, valideynləri görürəm. Bu çox sevindirici haldır ki, yəni onların rolu daha çoxdur. Uşaqlarınızı kimlərəsə qurban verməyin, qoruyun onları. Doğrudan da gələcəyimiz də olar bizim. Bu günlərim siz tək özünüz üçün yox, hər bir valideynin fəxridir, arzusudur evladlarını ucalarda görmək. Yəni o da hardan başlayır? İlk addımlarını atandan başlayır. Uşaqdır deyib keçməyək. Yəni ilk başlanğıc ondan başlayır. Gənclər, baxın, hamısı maşallah oğlan uşaqları otururlar. Elmlə heç vaxt deməyin ki, gecdir. Nə qədər də olmasa, bu günlərin kimlərəsə baxırsınız pul qazananlara, bloqerə, amma nə istəyir olsun, savad öz sözünü deyir, elm öz sözünü deyir. Bu günlərim siz əziyyət keçin, oxuyun, sonra vallah bəhrəsini görəcəksiniz. Düşünməyin, valideynlərinizi bugün yaxşı görmək istəyirsiniz. Amma siz sabahlarım, savadlı bir ziyalı olanda, onlar sizlə fəxr eləyəndə, siz daha da yaxşı görəcəksiniz onları. Çox sağ olun diqqətiniz üçün. Sağ olun Cəmal, çox sağ olun. Mən özür istəyirəm, bir şey müdaxilə edeyim. Çox özür istəyirəm. Kemal xanım çox haqlı şeylər dedi və ən başlısı da budur ki, biraz qınadı bizim telefonları, interneti, informasiya texnologiyalarını və s. Amma belə, burada bir məsələ var. Axı bu bıçağı istehsal edən adam bıçaq. Deməz ki, get bu bıçaqla bir adam öldür. Deyir, get bu bıçaqla həyatı yüngülləşdirdi. Nəyəsə kəs, nəyəsə düzəl, özü vəhşi heyvandan qorur. Və yaxud deyək ki, sən başqa bir atom bombasının kəşf edən demədi ki, apar bu bombanı al Xirosima, Nagasakiyə. Bu bombanı dedi ki, get yeni enerji mənbəyi olsun, insanlar xoşbəxt olsun, yaxşı yaşasın. Yəni bu mənada məqsəd həmin o alətlərdən, həmin o texnologiyalardan istifadə eləməkdən yox, ondan necə istifadə eləməkdən söhbət gedir. Yəni texnologiya olmağı bizim üçün müsbət haldır. Amma ondan səhv istifadə eləmək bizə ziyandır. Bax, mən istəyirəm ki, qaydalarda olaraq bunu qeyd edeyim. Bu rəqəmsal texnologiyanın yenilikləridir təbii ki. Onun yaxşı yerləri, cəhətlərini götürək. Bax, kim çıxış eləmək istəyir, qısa, geniş. Polis qardaşlarımız, evladlarımız bizi istəyirlər, bizi deməsinlər. Buyurun, nəsə qılış istəyirsin, nəsə demək. Yox, buyurun, buyurun. Yəni sizə... Gördüğümüzü görmüşük. Məmməli, buyur. Yox, kim istəyir? Allah hər birinizi salamlayıram. Bugünkü bu tədbir doğrudan da çox əhəmiyyətli, aktual bir tədbirdir. Azərbaycan seçim prosesinin qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin bu layihəni qiymətləndirməsi, bu o deməkdir ki, bizim Azərbaycanda da bu layihənin həyata keçirilməsinə, yəni bu sahədə mövcud maarifləndirilmə işinin aparılmasına böyük ehtiyac var. Bu onu göstərir. Və bugünkü bu tədbir insan alverinə, insan alveri ilə bağlı cinayətlərin təhlili adlanır. Ona görə də bugün sizin biraz vaxtdan səmərli istifadə etməyimiz, yəni çox danışmağınız bu günün tələbidir. Yəni ki, siz təhlil haqqında danışdınız, yəni təhlil, ətraflı təhlil edirsiniz. Bu çox əhəmiyyətlidir və çox xarakterlikdir. Əlbəttə, qeyd olundu ki, bu insan alveri, silah alveri, narkotik alveri dövrümüzün ən palalı cəhətlərindən biridir. Hətta uzun müddət, 28 il, 30 il Azərbaycan ərazisinin işğal olması nəticəsində bizim Qarabağ torpaqlarında da narkotika əşilirdi, becərirdi və xarici ölkələr, bizim düşmənlərimiz ondan istifadə edirdi. Amma çox şükürlər olsun ki, artıq son 5 ildə, yəni 44 günlük qələbəmizdən sonra Azərbaycanın bütün ictimai siyasi həyatında böyük dəyişikliklər baş verdi. Hətta bu əvvəldən də 1991-ci ildə, yəni Azərbaycan müstəqilliyi əldə etdikdən sonra Azərbaycanda ölkə həyatının bütün sahələrində böyük islahatlar getdi. Bu islahatların bir hissəsi də hüquq inzibati işlərin, ölkənin əhalisinin maarifləndirilməsi ön plana keçdi. Mən ədəbiyyatçı olduğum üçün onu demək istəyirəm ki, həm də Yazıçılar Birliyinin regional bölməsinin rəhbəri kimi onu demək istəyirəm ki, Azərbaycanda bu sahədə maarifləndirmə işinin bir ağırlığı da bizim yazarlarımızın, mədəniyyət və ədəbiyyat işçilərinin, incəsənət işçilərinin öhdəsinə düşür. Televiziyada bu sahədə çox verilişlər aparılmalıdır, qəzetdə, mətbuatda işlər görülməlidir. Və ya da qeyd olundu,
Mesela kitablar var, doğrudan da məktəblər həmin kitabları indiki nəsil oxumur. Çünki kitablar da maraqlanmır. Bu yaxınlarda həmin detektiv kitablarının əsl müəllifi olan Çingiz Abdullayevdən müsahibə verilirdi televiziyada. O deyirdi ki, mənim bəlkə də yüzlərlə kitabım var. Hər birdə o tapılmayan kitablardır. Amma mən demirəm ki, siz gedin mənim kitablarımı oxuyun. Amma siz kitab oxuyun. Elə kitablar oxuyun ki, Nizamini, Füzuli, Nəsimini, Xətayini, Xaqani, Şirvanı və s. bu kimi kitablar. Və tanrım, odur ki, kitab sanki bizim marifləndirilmə işimizin əsasıdır. Bizim üçün bu dəqiqə ən böyük problemlərdən bir hissəsini adını çəkmək istəyirəm. Bu problemin biri ondan ibarətdir ki, biz Sovet dövründə yaşamışıq. Sovet dövrünün o ab-ı həyatı ilə böyümüşük. Ona görə biz indiki bu iqtisadi yenidən qurmaya, yəni kapitalizm üsulları arasında öyrənə bilmirik. Bunun ikinci əsas cəhət odur ki, elmi-texniki tərəqqidir. Yəni, modern siyasətdir, yəni bu kompüterlərdir, sonra bu telefonlardır. Hətta iş o dərəcə çatır ki, bəzi ölkələrdə bu telefonları, yəni internet telefonları ləğv edirlər. Məsələn, Türkmənistanda prezidentin sərəncamı ilə bir çox müddətdə o ləğv olundu. Çünki həddən artıq burada asılıq vardı. Cəmatın Biraz səbirli olun da. Dağıtmıyor. Mövzu əsas şeydir. Mən əsas bilirəm ki, bir yada həmsə demədim, çox haqlı qeyd elədi. Bu təkcə vətəndaş cəmiyyətinin işi deyil. Bu təkcə nə polisin işi deyil, nə də ki, bir nəfərin işi deyil. Bu, ümumiyyətlə, ümumxalq işinə çevrilməlidir. Çünki cəmiyyətimiz bunu tələb edir. Evdə, ailədən başlamış, ictimai mühitə qədər, insanın özünün şəxsi tərbiyəsinə qədər bu öz əksini tapmalıdır. Hər hansı bir insan şəxsiyyət olmasın, 3 mərhələni keçməlidir. Birinci, irsiyyət, yəni insanın nəsli, əsli, kökü, soyu. İkinci, ictimai mühit, yəni kollektiv insanı formalaşdırır. Bir də insanın özünün mənəvi dəyəri, yəni insanın özünün şəxsi tərbiyəsi. Mən elə hesab edirəm ki, biz bu son 5 ildə çox böyük uğurlar əldə eləmişik. Qalib xalq kimi bütün dünyada prezidentimiz bizi tanıdıq və bundan sonra da daha da geniş miqyasda tanınacaq. Və bizim insanların əxlaqı da, dünya görüşü də, insanlara baxışı da dəyişməlidir. Artıq bəzi hallarda biz deyirik ki, hansı sahədə layihə tədbirləri həyata keçirilir, deməli, o sahədə problemlər var. Mən elə hesab edirəm ki, bu günkü layihədə, yəni insan alveri cinayətlərinin təhlili layihəsi də hər halda öz nəticə etibarıyla öz təsirini göstərəcək. Yəni bizim həm maarifləndirmə sahəsində, həm də təbliğat sahəsində biz öz uğurlarımıza nail olacaq. Sizə təşəkkür edirəm. Çox sağ olun, var olun. Çox sağ olun. Çox sağ olun. Zaman başlasın. Bir neçə Doğrudan da bu tədbir çox vacib, mən deyərdim ki, aktual bir tədbirdir, yəni maarifləndirici tədbirdir. Ona görə də mən qonaqlarımıza, yəni burada iştirak edən dəyərli qonaqlarımıza özləri minnətdarlığımı bildirmək istəyirəm. Doğrudan çox vacib məsələdir. Bilirsiniz, tez-tez biz eşidirik, qloballaşan dünya, dünyanın yeni nizamı formalaşır. Belə terminləri çox eşidirik. Bilirsiniz, amma bütün bunlara baxmayaraq, əlbəttə biz uyğunlaşmalıyıq. Amma baxır hansı istiqamətlərdə. Yəni, o istiqamətlər ki, bizə fayda verir, o istiqamətlərdə biz, yəni dünya sisteminə, qlobal dünyaya uyğunlaşmalıyıq. Dünyanın yeni nizamında özümüzü orada təsdiq eləməliyik. Mən möhtərəm prezidentimiz Cənab İlham Əliyevin sözləri yadıma düşür bu baxımdan. Onun yaxşı bir sözləri vardı. O deyirdi ki, düzdür, dünya qloballaşır, dünyanın yeni nizamı yaranır, amma bütün bunlara baxmayaraq biz öz kimliyimizi unutmamalıyıq. Biz öz milli mənəvi dəyərlərimizi unutmamalıyıq. Öz adət ənənələrimizi unutmamalıyıq və Azərbaycanlı olduğumuzu hər addımımızda biz dərk etməliyik. Yəni, bu çox dəyərli fikirdir, çox dəyərli sözlərdir. Ona görə də, yəni, bilirsiniz ki, hər bir xalqın özünə məxsus spesifik xüsusiyyətləri var. O cümlədən bizim xalqımızın da, Azərbaycanın da. Yəni, burada bizim milli mənəvi dəyərlərimiz var, böyüyə kiçiyə hörmət var, bizim adət ənənələrimiz var, ağsaqqal var, cavan var, yaşlı var. Yəni, bunu bizim prezidentimiz də dəfələrlə qeyd edir. Yəni, öz tövsiyələrini verir.
və bütün bunlara, yəni biz nə qədər dünya yəni qloballaşsa da, nə qədər onun yeni nizamı yaranmağa başlasa da, amma bütün bunların mənə gəlir ki, fövqündə bizim kimliyimiz dayanmalıdır. Bizim milli mənəvi dəyərlərimiz dayanmalıdır. Adət, ənənələrimiz dayanmalıdır. Bu bayaq çıxış edənlər, qonaqlarımız çox gözəl, yəni fikirlər söylədilər ki, yəni onların fikirlərinin əsas məqsədi, mahiyyəti, məğzi nədir? Yəni gənclərimizi qorumaq. Gənclərimizi qorumaq. Gələcək nəsli qoruyaq. Bəli, gələcək nəsli qorumaq. Onların hansısa bir faciəyə yuvarlanmaması üçün, hansısa bir fəlakətlə üzləşməmələri üçün gözəl tövsiyələr verdilər. Və ona görə də bilirsiniz, bayaq hörmətli müəllim də, yəni Şəmsəddin müəllim özə qeyd olundu ki, şəhid atasıdır. Yəni bizim şəhid valideynlərinə, Sıradan polkovnikdir. bəli, polkovnikdir, bəli, şəhid atalarına, şəhid valideynlərinə, şəhid analarına bizim çox böyük hörmətimiz var. Bu olmalıdır. Bu olmalıdır. Bilirsiniz, çox gözəl qeyd elədi, bəli, vətənin dəyərindən qeyd elədi. Yəni gəzməyə, qürbət ölkə ölməyə vətən yaxşı. O Nəbəxəzin də gözəl bir sözü var bu baxımdan. Mən elə gəlir ki, bu misralar da mən elə gəlir ki, bizim gənclərimizə bir haradasa bir təsir göstərər müsbət mənada. Yəni vətənə, torpağa, elə obaya bağlı baxımından. Deyir ki, könül ayrılmayır, ürək ayrılmayır öz baharından. Könül baharından, söz baharından. Deyirəm vətənim bircə qış günü. Yaxşıdır qürbətin 100 baharından. Uzun müddət, bir dəqiqə mən çox üzrəyəm. Uzun müddət bizim şahidlərimizin tərbiyəsi ilə məşğul olan bizim məktəbin tanınan bir müəllimi, İbrahim müəllimdir. İbrahim müəllim, buyurun. Öz fikirləri xahiş edirəm. Mən də gələn qonaqları, iştirakçıları salamlayıram. Demək olar, çox söz qeyd olundu. Müəllim qeyd elədi, o milli mentalitet, adət-ənənələrimiz və bir yaxda qeyd olundu, o maddələr var, qız qaçılıb, ailə vurmaq. Milli adətimiz orada pozuldu ki, biz öz adətimizi unutduq, Avropa bizə dedi ki, insan qaçılmaq olmaz, bu cinayətdir. Tutulmaq, iki sevgilini ayırıb, cinayət işi açılır, yatızırır, o olar, amma belə barışıq falan olmaz. Təəssüf ki. Bir qeyd olundu, mən məktəbdə hər dəfə, hər illərdir bunu şagirdlərə ağıllı telefon olaraq tanıtdırıram. Çünki bu ağıllı istifadə üçün nəzərdə tutulub. Çox təəssüf ki, biz millət olaraq, Azərbaycanlı olaraq daha çox gənclərimiz təbii ki, bundan müxtəlif formalarda istifadə edirlər. Otağında hissənib bir də kiməsə qışqırırsan, artıq 5 dəqiqədən sonra görürsən ki, o kimsə paylaşıb. Qırağıda eşidib artıq paylaşıb. Bu telefon əhəmiyyətidir bu. Sanki Avropa, Amerika və yaxud Orta Asiya inkişaf edilmiş dövlətlər bizə demir ki, bundan siz yaxşı olmayan tərəfdən istifadə edin. Bayaq qeyd olundu, ən böyük problem bugünkü gənc valideynlərdədir. Hərdən test edirik, bizim valideynlər belə idi, belə idi. Məktəbdən götürürəm, qabaqlar biz oxuyanda, bizdən qabaqçılar, valideyn gəlib müəllimə deyirdi ki, uşağı vermişəm sənə, mənə yaxşı uşaq ver. Amma bugün valideyn deyir ki, mən sənin üçün böyüdməmişəm. Damardan üstünə biraz qışqırmışsan, bir də qulağından tutmuşam ki, mən uşağımdan işin olmasın. Bu da vəsə hörmət edirəm, səhər deyirəm, gələn dəfə polisə müraciət edəcəm, yüksək idarəyə müraciət edəcəm və o anda uşağın evini yıxır. Təəssüf ki, bugün valideyn söz verir ki, uşağın üstə gir, sənin üçün 3000'lik iPhone alacam. Dövlətdən sosial pul alır, 180-200 manat, bitər dolanır. Amma uşağın üstə girdirir, sevincindən alır, kreditlə falanla 3000'lik telefon götürür. O uşağa zərbə vurur. Çünki o 3000'lik telefon işlədən uşaq hansı formada olsun, çox faizi o dərsdən, elmdən uzaqlaşacaq. Çünki bu onu digər tərəfə aparır. Çox təəssüf ki, bugün belədir. Amma mən müqayisə edirəm, bir qeyd olundu o insan alverindən və digərlərindən. Bir 15 il, 20 il qabağa baxanda bu günləri o təhlükə çox azalıb. Çünki bugünkü nəsil ağıllanıb, daha çox dünya görüşlüdür, araşdırır, arayır. Qabaq 20 il bundan qabaq kimə deyirdim ki, gəlsə xarici aparım, heç evdə deməmiş sumkasını götürüb qaçıb gedirdi. Amma bugün araşdırmalar olduğuna görə, əlaqələr olduğuna görə daha çox. Və təbii ki, Allaha min şükür, mən inanıram ki, bizim gəncliyimiz o halda ki, biz 5 ildir qələbə qazanmışıq, qalib ölküyük. Gənclərimiz daha ağıllanıblar, daha vətənpərvər olublar. Bu günləri xariciyə qaçmaq
az meyilliyi var. Amma bir şey də var ki, bu vətəndaşı, bu gəncliyi, bu gənc ailələri biraz dövlət tərəfindən də biraz daha yaxşı yaşatmaq lazımdır ki, o bayrağı düşünməsin. Mən inanmıram ki, Finlandiyada, Norveçdə, Danimarkada hansı ölkəyə gedib pul qazanma fikri olsun, falan olsun. Mənim dövlətim yaxşı yaşadırsa, mən müəllim kimi yaxşı əmək qalmamsa, niyə gedib hansısa ölkəyə xeyir verməliyəm, oran millətinə tərbiyə verməliyəm? Mənim borcum vətəndaş kimi, bir ziyalı kimi, bir müəllim kimi öz vətəndaşımı, öz gəncimi, öz gələcək nəslimi tərbiyə edib böyütməkdir. Və inanıram ki, biz yaxşıya gedirik inşallah. Bunu hər şey göstərir, ölkə rəhbərliyi də göstərir, o Türk Dövlətlərinin Birliyi də göstərir. İnşallah bizim birliyimiz bizi çox irəli aparacaq və yaxşı olacaq inşallah. Çok Sağ olun. Bir əlavə bir şey də deyim, müəllimin dediyinə. Bu son dövrlərdəki uğurlarımız var. Doğrudan da həqiqətən də çox böyük uğurlar var. Burada mütləq Daxili İşlər Nazirliyi sisteminin bu sayədə gördüyü işləri mütləq deyil. O, yəni birbaşa Vilayət müəllimin özünün, Seyfət müəllimin özünün, Şəmsəd müəllim onlar yaxşılanır. Bunların birbaşa nəzarətinidir bu məsələlər. Yəni bu həm də bizim milli qeyrətimiz. Qurulmuş sistemdir təbii ki. Milli qeyrətimiz. Və bunlar da bizim balalarımız kimi, övladlarımız kimi bunu qorumalıdır. Çok sağ olun. Var olun. Yəqin sondur. Söz daha sualınız var mı? Xahiş edirəm, 2 dəqiqədə bax, vaxtınızı alıram, bitiririk. Adım mənim çox doğru dedi. Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları və ixtisaslaşmış bir qurum var, baş idarə. O idarə işini sıfırdan başladı bu sahədə. Sıfırdan. Amma beynəlxalq tribunalarda bir hesabat verəndə, onlar matematiklər qaldılar. Ki, Respublika Daxili İşlər Nazirliyi heç bir ölkənin təcrübəsindən faydalanmadan bu şəkildə insan alıverinə qarşı mübarizədə səmərə əldə edir. Bizdə vəziyyət dramatik deyil, sadəcə narahatlıq doğuran qurbanların sırasında zərif cinsdən olanların sayının çoxluğudur. Amma bilirsiniz, belə qənaətə gəlmişik. Yəni, düşünürəm, ziyalı qardaşlarımızla hər biriniz mənlə razılaşarsınız. Ölkə Prezidenti 2024-cü ilin səhv eləmirəmsə 17-si fevralında Konstitusiya Məhkəməsinin hakimləri qarşısında Milli Məclisdə and içmə nitqini söylədi. O əlini Konstitusiyaya basaraq and içdi. O Konstitusiyada andın mətni var. Sonra da əlini Quran-ı Kərimə basaraq bir and içdi. O andın mətni heç yerdə yoxdur. Yoldaşlar toxundu burada ona. Amma ölkə prezidenti görün, nə uzaq görən bir müdrik bir and içdi. Əlimi deyir Quran-ı Kərimə basaraq and içirəm. Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı milli mənəvi dəyərlərinə sadiq qalacaq, onun adət və ənənələrini daim uca tutacaq. Mən düşünürəm ki, hansı cəmiyyətdə, hansı ailədə, hansı kollektivdə bu milli mənəvi dəyərlər uca tutulsa, ona sədaqət nümayiş etdirirsə, vallahi belə hallar olmayacaq. Nə erkən nikah olacaq, nə məişət zorakılığı olacaq, nə vaxtından əvvəl boşanmalar olacaq, nə də insanlar olacaq. Olacaq, amma bu civə üstünündə 0% qədər olacaq. Mən düşünürəm ki, bax, bu gələcək nəslimiz, burada valideynlər var, gələcək valideynlər var. Çalışın milli mənəvi dəyərləri qoruyun. Qoruyun. Bax, İbrahim mənim çox gözəl eşq olsun. Hiss olunur ki, pedagog. Pedagog kimi danışdı. Mən düşünürəm ki, bax, belə pedagogları da qoruyub saxlamaq lazımdır. Bax, bu da bizim milli mənəvi dəyərlərimizdir. Qoruyun bu müəllimləri. Yanında fərəqət dayanın. Əxlaqlı olun, mədəni olun, tərbiyəli olun. İnsan akademik olsun. General polkovnik olsun, general Simmons olsun. Mədəniyyəti, əxlaqlı olsa heç kimə lazım deyil. Bu ondan heç də gözləməyir. Ona görə bax, dərdinizi, şərinizi, lap belə sirlərinizi mənəvi valideynlərinizlə bölüşün. Məsləhətləşin. Bizim polis övladlarımızla məsləhətləşin. Polis akademiyası indi 30 il bundan qabaq milis məktəbi deyil. Və orada təhsil alanlar da bugünkü Daxili İşlər Nazirliyinin şəxsi heyəti də sizin təsəvvürünüzdə və bizim də elə olduğu şəxsi heyət deyil. Dəyişiliblər.
insan hüquqlarına hörmətlə yanaşır. Polisin şöbələrində, bölmələrində qanunsuz bir adam saxlama yoxdur indi. Kim deyirsə inanmayın elə şeylərə. Amma bir də bilin ki, bizim təhlükəsizliyimiz insan hüquqlarının tam təminatı bu qurumla bağlıdır. Bu qurumla bağlıdır. Əlaqə saxlayın. Bəli, əlaqə saxlayın, çəkinməyin. Bütün dünyada, Avropa ölkələrində cinayətkarlıqla mübarizə, vətəndaşların təhlükəsinin təmin olunması cəmiyyətin polislə köprüsündən asılı olur. Cəmiyyət nə dərəcədə polisə yaxındırsa və yaxud da əksinə bir o qədər cinayətkarla mübarizə səmərə verir. Və kriminal aləm də, kriminal subyektlər də kənardan bunu görüb özlərinin qınına çəkirlər. Sərbəst olmurlar. Çünki meydanı görürlər bunlar ki, vətəndaş bu günləri polisin yanındadır. Başqa da mümkün deyil. Çox sağ olun, səbir nümayiş etdirdiniz, gəldiniz, bir yerdə olduq. Bizə də çox xoş oldu və düşünürəm ki, inşallah burada bir 40-dən çox adam var. 40 nəfərin ətrafında 4 nəfər varsa, 4 nəfərə danışsanız, bu 160 nəfər edir. Sən də sizinlə gedəcək. Bəli. Bununla da biz maarifləndirmə işini gücləndirə bilərik. Çox sağ olun. Çox sağ olun. Biz sizə minnətdarıq belə bir gözəl mövzusun. Müxtəlif layihələrin icrası ilə biz yığışmışıq. Mən də başa düşürəm ki, bizim yığışdığımız layihələrin içərisində ən maraqlılarından və ən tərbiyəli, bizim gələcəyimiz uşaqlarımız olan bir layihədir. İnşallah. Mən baxdım ki, o müəllimlərdə danışır. O mənim müəllimdə iş müəllimlərindən biri də nə müəllim olur. Mənim müəllimim dərs. Çox siz də çox sağ olun. Cəmal xanım çox sağ olun. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Sağ olun. Sağ olun.